He dostlar, ben Laçın rayonunun Mirişkən dərəsindən hər kəs salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Bugün iyun ayının 9'udur 2025-ci il. Mən bugün gəlmişəm öz kəndimizin deməli bax bu lap yuxarı hissəsində ferma deyilən bizdə vaxtıyla yerimiz olub. Fermadan yuxarı indi uçurub dağılıb. Fermadan yuxarı görüşür. Ələkbərlərin şahısı var orada. İki dənə bax görsənir. İndi bu hissədə xəllərin şahısı deyirlər. Mən buranı keçən il 2024-cü ildə çəkib paylaşmışam. Ancaq indi mən bugün bu şahı barədə yox, başqa bizim kəslərimiz burada təsərrüfatla məşğullar. Onlar barədə bir balaca sizə çəkiliş edib az da olsa məlumat verəcəm. İndi mən gedirəm öz kəslərimiz tərəfə. Baxım görüm orada bizim kəslərdən kimlər var. Yəni onlar barədə bir balaca həm söhbət olmaq istəyirəm. Bizim bu kəndimiz çox qədim bir tarixə aiddir. Çox qədim bir tarixi olub. Ancaq belə indi burada yaşayış neçə illərdə olmuyor. İndi bizim kəslərimizdən bura gəlib bax belə alaçıq qruplar malla, heyvanla məşğuldular. Hərə belə kimə hansı sənətlə belə uyğundur, o işlə məşğul olur. Kəndimizdə atıcılar var, mal saxlayanlar var, qoyun saxlayanlar var. Ancaq belə tək bunlardan kifayətlənmir bizim cəmaət. Bizim cəmaət çox zəhmət sevər, zəfəkeş olmuşuq. Demək, bizim kəndimizin hər bir adamı təsərrüfatdan başımız çıxıb, yəni əkinçi ilə, biçinçi ilə biz əşib dolanıb, yəni özümüzü dolandırmışıq. Bizim rayon, Laçın rayonu deməli ən Bakıdan 500 kilometr Ermənistan tərəfə sərhəddə olan bir rayondur. Bizim əsas gəlirimiz, onu demək istəyirəm ki, təsərrüfatla olubdur. Mən buradan yenirəm, burada kartof əkənlər var. Sahənin üstünə biraz da otluqdur, çətin yerimək olur. Yəni biraz çətinlik verir bax. Həm də video çəkdiyim üçün də biraz da yoruluram. Belə nəysə danışımda belə hiss olunur yəqin ki. Elə təsadüfən bax burada bir dənə özündən bitməli bax bu. Burada kimsə bunu bitizdirmir. Yəni kimsə buna qulluq eləmir, ancaq bir dənə alçaq ağacı var, bax görüşür. Üstündə də var. Ermənilər kəndimizin hər bir yerinə ziyan vurublar, onu deyim ki. Onları kənddə elə bir yer yoxdur ki, ziyan vurmasınlar, dağıtmasınlar. Erməni milləti deyəndə indi də onlar öyle o fikirdərlər, o necə deyərlər, o prinsipdərlər ki, harda olursa olsun onlar ziyan verici həşərat kimi. Yəni onların dayımalıq əməllərində o ziyan verici həmişə görüşür, ancaq bizim bu yerlərə o qədər ziyan vurmuyublar. Burada bizdə tikintilər olmayıb, üstəgəl onlar dəqiq mal saxlayırlarsa, yəni özləri üçün məşğullar. Yenə burada bax bir dənə alçaq ağacına rast gəlmişəm. Çox gözəl şəkildə bax belə. Yəni durumu yaxşıdır. Elə hara baxırsansa alçaq ağacıdır. Bu alçaq ağacı o qədər su sevən deyil. Ona görə də təbiətin öz gücü ilə bax belə onlar inkişaf edib bitirirlər. Mən indi azalıram bu sahəyə. Burada bizim kəslərimiz məşğuldular. Yaxınlaşdım, görün burada kəslərimizdən kimlər var. Onlarla biraz mən söhbət yaparım. Bu belə biraz tələsik gedirəm, ancaq kartof sahəsini siz görürsünüz. Kartof artıq biraz boyatıb, yəni yerdən çıxıb. İndi biraz da belə necə də yağınlıq olduğu üçün biraz da yaxşı durumdadır. Mən indi çatıram öz kəslərimizlə az da olsa söhbət yapacağım. Bizim bu kəslərimizin mən gəlib burada bunlarla görüşməmişəm, salam ölçüm eləməmişəm. İndi görüm kimlərdir burada, onlarla sizi tanış edeyim. Bax gördünüz burada yol üstü bir ağacı göstərəm sizə, armud ağacıdır. Görün nə gözəllikdə forması var. Bu ağacı elə bir ki əllə düzəldirlər formasını. Salam ölçüm, xoş gəlmişsiniz.
Həmişə vətəndə. Hə, Elbrus. Gəl görüşək. Şəhidlərimizə rəhmət eləsin. Sağ ol. Prezidentimizə can sağlığı versin. Onların sayəsində gəldik öz torpaqlarımıza. Allah rəhmət eləsin şəhidlərimizə. Hə, Allah qüvvət versin. Prezidentimizin ömrü uzun olsun. Allah qüvvət versin. Sağ ol, Allah kömək İndi mən bir dəqiqə sizdən bir dənə şey soruşum. Sizin də görüşüm bir. Allah'tan tutun. Hoş gelmişsiniz İngiliz. Sağ ol, sağ ol. Siz bura gelmişsiniz, gelişinizlə bu kartof sahəsini bax belə zəhmətlə, min bir əziyyətlə. Bakıdan bura 500 kilometrdir. 500 kilometrdən gəlib bura, bax bizim cəmaatımızdan burada kartofla, yəni ki, əkin sahəsində məşğuldular. Bizim cəmaat bəyəklər dediyim kimi arı təsərrüfatı, burada mal təsərrüfatı, bizim qazanc yerimiz kənddə bunlarla əkinçilə, biçilə məşğul olmuş. Ancaq indi bir də onu deyim ki, bizim cəmaatın belə əkinçilə məşğul olmağı göz qabağındadır. Siz də görürsünüz. Qadınlarımız bax belə işləyirlər. Allah sizə də qüvvət versin. Əziyyətiniz yerdə qalmasın. Biləmin məhsulunu götürəsiniz. Hə, İngiliz, sən bu gəlişinizlə ne deyərdin? Bəlkə bir sözüm var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah prezidentimizə uzun ömür can sağlığı versin. Amin. Bu gün onların sayəsində biz gəlib 30 ildən sonra öz torpaqlarımıza çıxmışıq. Öz yerimizə, öz obamıza gəlmişik. Onların insanlar. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizin de ömrü uzun olsun. Dünya durdursan prezidentimiz dursun. Bize bu şəraiti yaradım Ali Başkomandan İlham Əliyev. Minnətdarım. Çok sağ olun. Sizden bir de şey soruşum. Artık bizim buradan 92 ildən bura kadar 30 il işğalda olub. Sonra bir neçə ildir ki, belə gelişimiz bura çox çətinliklə olur. Ancaq indi şükür ki, bu günə asanlaşıbdır. Sizden bir şey soruşum ki, keçmişi siz burada necə xatırlayırsınız 92-ci ili? 90-cı ili 92-ci ili. nə barədə deyirsən? Elə hər hansı barədə xatırınızda necə qalıbdı? Necə xatırlayırsınız? Xatırınızda nələr var? Həm kədəriyəm, həm sevincliyəm. Kədəriyəm ona görə ki, yaşlı nəsil görülüb, bir nəfər yox. Sevinirəm ona görə ki, bu günləri torpağımızda, elimizdə, obamızdayıq. Çox sağ ol. Mən bir də onu deyim ki, qardaşımızın bir qardaşı Şərifov Şərif şəhiddir. Allah ona da rəhmət etsin. Bütün şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə can sağlığı versin. Nə bilim belə də qardaşı olun. Bəlkə bacı Burada bu təsərrüfat işi ilə məşğuluz. Nə bilim elə biləm saf eləməmişik, düz eləmişik. xeyrin bir əmin götürəsiniz. Sağ ol. Bəlkə bacı sizin də bir sözünüz var. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Allah prezidentimizə uzun ömür versin. Allah əmin-amanlıq eləsin. Bir də müharibə olmasın. Heç anaların gözü yaşlı qalmasın. Sağ olun, sağ olun. Allah əskərlərimizə də qüvvət versin. Operator qardaşımız Allah köməyi olsun. Allah sənin də köməyin Hem olsun, bu gün kardeşimiz gəlin. hem de yeznemiz. Allah canını sağ elə. Sağ ol, sağ ol. Həmi yeznəmiz, bu gün gəlirsən burada əziyyət çəkib, buraları işıqlandırırsan, minnətdarı sağda qardaş. Sağ ol, sağ ol. Bu da benim boynuma düşen borcumdur. Allah size can sağlığı versin. Zəhmətiniz hədər olmasın. Məhsulu birə min götürəsiniz. Bizim belə bax cəmaatımızın zəhmətkeş, necə deyirlər, zəhmət sevər olduğu bax bir də yenə də bir daha sizə çəkib işlandırıram. Yəni bizim cəmaatımız daimi zəhmətlə, əziyyətlə bax bu cür əkib becərib dolanmışıq. Bu videodan da bu qədər. İnşallah xəttə qalın, videonun davamı gələr. Bir daha videonu izlediğiniz için herkese teşekkür ederim. Sağ olun, var olun.